Yaxşı. Acı bu Ramazan ayı gəlir də, mübarək Ramazan ayı. İnşallah. Xüsusən də Ramazan ayında belə hallarla tez-tez rastlaşırıq da. Məsələn, insan da deyir, mən səni niyə Allahdır? Məsələn, açıq-aşkar yeyir, məsələn, günün günorta çağı siqaret çəkir falan, edir falan. Deyir, tutmamışam da, mən niyə özümü yalandan dəb edəyim? Yox. İndi düzdür, səbəbi sən- var. Səbəbi ola bilər də, məsələn. Ay, Xəstədir, şəkəri var və s. və ilə axır. Baxın, onlara da tövsiyə budur ki, Oqtay müəllim, cəmiyyəti içində də eləməyin də bunu da. Yəni, gedin evdə oturun, çöldə, bayırda olmaz ki. Bildi, yəni sənin üzrün var, aydındır, tuta bilmirsən, yeni kişi də ola bilər, qadın da ola bilər. Da bu cəmiyyətdə bu ayın ehtiramı var, şəhrullahdır bu. Allah ayıdır bu. Deyir, hədisdə var ki, deməyin Ramazan gəldi, Ramazan getdi. Deyir, şəhrullah, Allah ayı gəldi, getdi. O Allah ayının hörmətini saxlamaq sənin də borcundur, mənə də borcumdur. Onu qoruyaq heç olmasa. Ümumiyyətlə, mən bir dənə bir qayda görürüm. O kəslər ki, belə şeyləri qoruyublar, sonunda görmüşəm, çox hidayət olublar. Doğru. Yəni ki, siz də müşahidə eləmişsiniz. Belə insanlar mən görmüşəm. Görmüşəm ki, məsələn, indi hamımız müəyyən məclislərdə, tədbirlərdə oluruq və s. İbadət eləmir, amma bir qırmızı xəttləri var, dinin ehtiramını qoruyur, saxlayır. Belə insanlar həqiqətən Allah da belə insanları bu mənada sevir, sevginin dərəcələri var da. İnşallah ümid edirəm ki, o əməlləri səbəb olar ki, onlar namazda qılarlar, ibadət edirlər. Hacı sözünüzə qüvvət, məsələn, Ramazan ayının ehtiramını saxlayanlar olub ki, içməyiblər, ya və yaxud Məhərrəm ayının ehtiramını saxlayıblar, içməyiblər İmam Hüseynin xatirində, nəyə görəsə, amma gəlib səbəb olub ki, axı o hidayət olsun, siz demişdə, hidayət olsun, bir dəfə niyə onu tərk eləsin, tövbə eləsin. Yəni, bir vasitədir, səbəbdir də. Allah səbəb salır, yaxınlaşdırır özünə.